Dövlət İmtahan Mərkəzinin 11-ci siniflər üçün təqdim etdiyi model testlərdən gəlin bir sualın izahına baxaq. Burada bizdə 3-cü sualda zərf işlənməyən, daha doğrusu, variantı istəyir. Dünən dövran sürən bu gün can verir. İllər xəstəsiyəm, yaran qan verir. Ümumiyyətlə onu qeyd edeyim ki, əgər siz nitq hissəsi axtarırsınızsa, təbii ki, cümləni sintaktik təhlil etməyə ehtiyac yoxdur. Sadəcə nitq hissələrinə bir-bir baxmaq lazımdır. Dünən dövran sürən nə zaman? Dünən. Burada var, bu getdi. Dünyanın sən olan yerindən indi. Nə zaman? İndi. Burada zərf var, bu da getdi. Çıx yaşıl düzə, qonaq gəl bizə. Gözüm yoldadır, xoş xəyaldadır. Çıx yaşıl düzə. Aha, düz bilirik ki, isimdir. Çünki konkret məkanın adı çəkilib. Qonaq gəl bizə. Bizdə nədir uşaqlar? Əvəzlikdir. Bu da getdi. Yəni sualları çaşdırması, nitq hissəsinə bir-bir baxmaq lazımdır. Cavabımız nə oldu? C bəndi oldu. Çünki burada yoxdur. Yenə bir vuraydı. Nə zaman? Yenə burada var. Ona görə deyini götürə bilmərəm. Bir taleyin oyununda cütlənmiş zərik. 1000 il qoşu atılsaq da, necə nəcür atılsaq da qoşa, burada da zərf var. Ona görə bunu da götürmürük. Cavabımız oldu C bəndi.